Azərbaycan tərəfindən Ukraynaya humanitar yardım məqsədi ilə nəzərdə tutulmuş elektrik avadanlıqlarından ibarət növbəti yük Sumqayıt Texnologiyalar Parkının ərazisindən yola salınıb. Yardımın göndərilməsi Azərbaycan Prezidenti İlham Əliyevin 2026-cı il 16 yanvar tarixli sərəncamına əsasən Energetika Nazirliyi tərəfindən təmin edilib. Humanitar yükün tərkibinə ümumilikdə 12 ədəd alçaq gərginlik paneli, 11 ədəd generator, 5 ədəd transformator və 27 min metr kabel və naqil daxildir. Ukrayna tərəfinin istəyi əsasında həyata keçirilən humanitar yardımın dəyəri 1 milyon ABŞ dollarıdır. Bilirsiniz ki, daha əvvəllər də Azərbaycan Respublikasının Prezidentinin sərəncamları əsasında Ukraynaya elektrik avadanlıqlarından ibarət bir neçə dəfə humanitar yardım göndərilib. Sadəcə elektrik avadanlıqları deyil, digər humanitar yardım məqsədli, habelə bərpa və yenidən qurma məqsədli yardımların ümumi məbləği artıq 45 milyon ABŞ dollarını keçib.